Qarabağ Futbol Klubunun kollektivi Ağdamda inşa edilən İmarət stadionunda olublar. Komanda üzvlərinə Ağdam şəhərinin baş planı, 2026-cı ildə həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda Qarabağın üzvləri İmarət stadionunun tikintisi, burada görülən işlərlə yaxından tanış olublar. Qarabağın futbolçularının bu torpaqlara gəlmək və yerli sakinlərlə birgə vaxt keçirmək borcudur. Bunu Qarabağın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, Ağdam təmsilçisinin futbolçularının məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrdə yerli sakinlərlə görüşündən danışıb. Belə bir səfəri reallaşdırmağı çoxdan arzuluyurduq. Bugünə qismət imiş. Çox xoş təəssüratlar yaşadıq. Bəzi yerləri görməmişdik, sadəcə eşitmişdik. Artıq bu barədə məlumatımız oldu. İşğaldan azad olunmuş torpaqlarda işlər sürətlə davam edir. Əvvəllər bu şəhərləri görmədən sevirdik. İndi isə görərək sevirik. Bəzi legionerlər bir dəfə artıq bu torpaqlarda olublar. Qarabağ futbolçularımızın borcudur bu torpaqlara gəlmək və yerli sakinlərlə birgə vaxt keçirmək. Təəssüf ki, çox zamanımız olmur. Çünki bizi qarşıda UEFA Çempionlar Liqasının görüşləri gözləyir. Əsas odur ki, azarkeşlərimizlə yerində görüşdük. Onların sevgisini hiss edirik deyə Qurban Qurbanov bildirib.